Salam əziz və dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizə yeni bir ev təqdim edirəm. Mərdəkanda, yoldan 100 metr məsafə içəridə, asfalt yoluna. Şam bağı restoranının yanı. Ümumilikdə 8 sot torpağın üzərində tikilmiş 2 mərtəbəli ev 2010-cu ildə inşa olunubdur. Aradakı beton monolitdir. Birinci, ikinci mərtəbənin arası. Bu da kombi üçün nəzərdə tutulmuş kiçik bir otaqdır. Burada toyuq hini deyək də. Sağlamada ağaçlarını görürsünüz. Keçək evin içəri baxışına. Keçdik, xolumuz. Pilləkəndən ikinci mərtəbəyə qalxsın. Birinci mərtəbədə pilləkənin altı bütünlüklə qladovkadır. Böyük bir dənə otaq var burada. Bu evi nəzərdə tutublar qonaqlıq filan üçün. İstilik sistemi kombidir və ev çox qəşəng istidir də. Bəzi evlər var, istiliyi ala bilmirsiniz. Bəzi evlər var, həqiqətən çox istidir. Bura qarajdır. Qarajın qabağında bir dənə otaqdır. Gələcəkdə bunu otaq kimi də açıb, pəncərə açıb istifadə eləmək olar. Və hamam kimi də istifadə eləmək olar. İkinci mərtəbəmizə qalxdıq. Ümumilikdə evin kvadrat metrəsi 288-dir. 200-ə yaxın. Mətbəximiz, çox geniş mətbəximiz var. Mətbəxdən eyvana çıxışımız var. Sanuzelimiz. Bu da gördüğünüz kimi böyük bir eyvanımız var. Keçirik, digər otaqlara baxaq. Sənədi paket qubçadır. Qiyməti isə 380 mindən satışa çıxıb. Real maraqlananlar bizə əlaqə saxlaya bilər. Ətraflı məlumatı orada sizə qeyd edə bilərəm. Səhifəmdə əlaqə nömrəmiz var. Keçirik sonuncu qonaq otağımız. Otaqlar çox geniş, istidir. Sonacan izlədiyiniz üçün təşəkkür edirəm.